Salam, hər vaxtınız xeyir. Rasional kəsirlər mövzusundan imtahana düşə biləcək 3 maraqlı suala nəzər yetirək. Ya Allah, bismillah, başladıq. İlk nömrəli suala baxsaq, kəsir verib və deyir ki, kəsirini ixtisar edin. Gözəl sualdır. Əvvəlcə biz bu kəsiri biraz sadələşdirək. Təbii ki, sadələşdirmə əsasında ixtisar eləyərik. Yuxarıda qeyd olunan ifadə ki var, a üzəri 2n plus 2. Mən onu yazardım a üzəri 2n vurulsun a kvadrat şəklində. Və çıxılsın, burada da a üzəri 2n durub. Bunu etməkdə məqsədim var ki, a üzəri 2n'i mötərizə xaricinə çıxarda bilim. Eyni şeyi aşağı üçün də yazaram. Aşağıdakı ifadəni də eyni formada yazıram. A üzəri 2n vurulsun a kvadrat. Məlum məsələdir ki, əsaslar eynidirsə vurma zamanı üstlər toplanır. Ona əsasən qeyd etdim. 2 vurulsun a üzəri 2n burada var. Bir də vurulsun a-nın özü var. Üzərində 1 var yəni. Üzərinə gəlsin a üzəri 2n. Bərabərdir. İndi baxın, sürətdəki ifadədə və məxrəcdəki ifadədə a üzəri 2n var. Və mötərizə xaricinə çıxarıla biləcək haldadır. Gəlin onu yazaq. Mötərizə xaricinə çıxartsam, qalacaq burada. Yuxarıda qeyd etmişik. Aşağıda da a kvadrat plus 2a plus 1 qalacaq. Bərabərdir. Məlum məsələdir. A üzəri 2n'lər ixtisar olunacaq və nə qalacaq? Sürətdə sadəcə qalacaq a kvadrat minus 1. Məxrəcdə də qalacaq a kvadrat plus 2a plus 1. Bu da əslində müxtəsər Roma düsturudur da. A plus b-nin kvadratıdır da bu. Normal olaraq. Amma burada bizim b-miz məsələn 1'dir deyənə, onun üçün yazacaq a plus 1'in kvadratı. Normalda a plus b idi, burada isə a plus 1'in kvadratı. İndi gəlin baxaq. Bunu necə ixtisar eləyə bilərik? Məlum məsələdir. Baxın, yuxarıdakını açsaq, bu a minus 1 vurulsun a plus 1 verəcək və aşağıda da a plus 1 varımızdır. Təbii ki, kvadratla. Bunun birisi ilə ixtisar olunar, bir dənəsi isə qalar. O zaman ifadəmizin cavabını a minus 1 bölünsün a plus 1 şəklində alırıq. Bu da bizim doğru cavabımız. Gözəl sual idi. Keçək digər suala, 2 nömrəli suala. 2 nömrəli sualda bizə şərtdə qeyd edib ki, x 1-dən böyük olduqda kəsir verib, sürətdə modul var. Eyni zamanda aşağıda da x kvadrat plus x minus 2 ifadəsi verib. Bu ifadəni sadələşdirməyimizi tələb edir. Əvvəlcə verilənlər nələrdir? Onlar mütləq qeyd olunmalıdır. 1. X böyükdür 1-dən və soruşduğu ifadə nədir? Soruşduğu ifadə də kəsir xətti çəkirəm mən burada birbaşa qeyd eləyəcəm. Bir də qeyd eləyim ki, yəni burada ki bu modul var. Bu modula görə bəzi qeydlər apararıq biz. Əvvəlcə soruşulan ifadəni yazaq. 1 minus x bölünsün x kvadrat plus x minus 2. İndi biz verilənlər qisminə özümüzdən də bir şey gəlin əlavə eləyək. Əgər x 1-dən böyükdürsə, modulun içi mənfi eləyir. Yəni 1 minus x kiçikdir 0 olur. Bunu nəzərimizdə saxlayaq. Təbii ki. İndi ona uyğun bizim modulu sadələşdirərik. Soruşulan ifadədə belə bir addım atmaq olar. 1 minus x əgər mənfidirsə, moduldan çıxan zaman bunu tərs fırlatmaq lazımdır. Yəni x minus 1 şəklində. Bəs aşağıdakı ifadəni nə etmək olar? Aşağıdakı ifadənin də vurğularını ayırmaq olar. Məxrəcdə qeyd olunan ifadə ki var, x kvadrat plus x minus 2. Gəlin bunu birinci ayrılıqda vurğularını ayıraq. Bunu vurğularına necə ayıra bilərik? Məsələn, mən burada belə bir şey edirəm. X kvadrat, bunu yazıram məsələn burada. Çıxılsın x, tutalım üzərinə gəlsin 2x şəklində yazıram. Bir də burada çıxılsın 2 şəklində. Birinci ifadədə mən x-i mötərizə xaricinə çıxara bilirəm. İkinci ifadədən də 2-ni mötərizə xaricinə çıxara bilirəm. O zaman müvafiq olaraq alıram buradan x minus 1'lər və eyni zamanda 2 var. Digərinin yanında da x mövcuddur. Bundan sonra nə edirik? Məlum məsələdir, toplamanın sağında və solunda x minus 1'in özü var. Özü mötərizə xaricinə çıxır və qalır x plus 2. Əla. İndi gəlin baxaq, gətirib yerinə qoyaq. X minus 1 vurulsun x plus 2. Məlum məsələdir. Üzülü sayın.
Məlum məsələdir, vurma zamanı x-1'lər ixtisar olunacaq və sadəcə qalacaq x bölünsün x plus 2 ki, bunu da burada qeyd etdik. Həqiqətən bu da maraqlı bir sual idi. 3 nömrəli suala baxaq. 3 nömrəli sualda bizə deyir ki, bir kəsr verib və qeyd eləyir ki, rasional kəsrinin ixtisar olması üçün B parametrinin ala biləcəyi qiymətlərin cəmini tapın və y-ın da sıfırdan fərqli olduğunu mütləq qeyd edib. Gözəl bir sualdır. Əvvəlcə bunu qeyd edeyim. İxtisar olunmaqdan söhbət gedirsə, təbii ki, ortaq nə isə olmalıdır. O ortaq nə isə də birbaşa görmək olmur bəzən. Biz onu ortaya çıxarmalıyıq. Necə ortaya çıxara bilərik? Yuxarıdakı ifadənin vuruqlarına bir ayıraq. Görək orada içəridə nə var, nə etmək olar. Ümumi olaraq bizə verilən ifadəni qeyd edirəm. Bu şəkildə idi. İndi isə artıq bunu mən burada vuruqlarına ayırıram. 3y minus 4. Bu necə vuruqlarına ayıra bilərəm? Bunu burada belə bir üsulla mən vuruqlarına ayıra bilərəm. Təbii ki, ədəd və dəyişən əlavə etmək üsulu ilə mən yenə yanaşıram. Burada yazıram plus y minus 4y minus 4. 3y bu şəkildə göstərdim. Və birinci tərəfdən y mötərizə xaricinə çıxa bilər, çıxa bilər. İkinci tərəfdən 4 çıxa bilər mötərizə xaricinə, əlbəttə çıxa bilər. 10-da. Gəlin çıxaraq. Y-ı çıxartsam y plus 1 qalacaq. Çıxılsın 4'ü çıxartsam y plus 1 qalacaq. İndiki y plus 1'in özü çıxır mötərizə xaricinə. Niyə? Çünki özü bu çıxmanın sağında və solunda mövcuddur. Özü çıxsa o zaman olacaq burada y minus 4. İndi gətirib bu ifadəmizdə yazaq. Y plus 1 vurulsun y minus 4 şəklində qeyd etdik. Və məxrəcdə də y kvadratı çıxılsın b var. Çox gözəl. İndi nə etmək olar? Bizə indi burada deyir ki, b-nin hansı qiymətində, daha doğrusu hansı qiymətlərində bu kəsr ixtisar olunur. Bizdən bu qiymətlərin cəmini soruşur. Əvvəlcə qeyd edeyim ki, burada ixtisardan söhbət getdikcə hər şey bütöv ixtisar gedir, nəzərdə tutulmur. Yəni ən azı bir hədd belə ixtisar olunsa, bu ixtisar sayılır. Onda biz deyə bilərik ki, B həm 1 ola bilər, həm də 16 ola bilər. Nəyə əsasən? 1 olsa olacaq y kvadrat çıx 1 və bu artıq müxtəsər vurma düsturu kimi açılacaq. Necə açılacaq? Y plus 1 vurulsun y minus 1 kimi. Y plus 1'lər ixtisar oluna bilər. Və yaxud 16 olsa olacaq y kvadrat çıx 16 kimi. O da y plus 4 vur y minus 4 kimi olacaq. Nəticədə y minus 4'lər ixtisar olunacaq. Demək B-nin 2 dənə qiyməti oldu ki, ixtisara səbəb olur. Və bunun üçün də bu qiymətlərin cəmini soruşur. Demək, cəmini soruşur. Bunların cəmi 1 plus 16 bərabərdir 17'dir. Bu da gözəl bir sualın izahı. Beləliklə videomuzun sonuna gəldik. Sizlərə dəstək olmağa çalışdıq. Sizlərə uğurlar arzu edirik.